Salam uşaqlar, bugün artıq qalma məsələlərinin part 2-ci hissəsini düzəltmişəm və 20 dənə sual tez-tez izah etməyə çalışacağım. Qapalı qabda eyni kütləli alüminium plus O2, alüminium 2 O3 kimi birləşmə belə alınır. Bura 1-2, bura 1-4, bura 1-3. Qapalı qabda eyni kütləli alüminium oksigen reaksiyasından 204 qram oksid alınmışsa, qabda hansı maddə ilə 2 qram artıq qalır? Deməli, zaten buradan 204 qram alınır və qapalı qabda deməli 108 qram alüminium, 96 qram oksigen var, amma bunlar bərabər kütlə deyil. Bunları bərabər kütləyə gətirmək üçün 12 qram oksigen artıq qalmalıdır ki, eyni kütlədə olsunlar və sonunda 12 qram oksigen artıq qalır. A bəndi. Daha sonraki misalda kalsiyum plus oksigen alınır, kalsiyum oksid, bura 1-2, bura 1-2. 112 qram kalsiyum oksidi əldə etmək istəyiriksə bizə 80 qram kalsiyum, 32 qram oksigen lazımdır. Amma qabda eyni kütlədə sözü verilmişdir. Deməli, bunları eyni kütləyə gətirmək üçün 48 qram oksigen artırmalıyam və sonda 48 qram oksigen artıq qalır. Daha sonraki misal, sink üstəgələk sul kükürt alınır, sink sulfit. Diqqətlə baxın. 65 qram sinklə 32 qram kükürt reaksiyaya girməlidir. Burada kükürt 15 qram veribdir. Sinki 6,4 qram da kükürdü veribdir. 6,4 qram kükürdə görə 13 qram sink reaksiyaya girməlidir. Deməli, amma sinki mənə 15 qram veribdir. 15-in 13 reaksiyaya girir. 2 qram sink təbii ki artıq qalır. Reaksiyaya girir 13 qram sink, 6,4 qram kükürt. 13 üstünə də 6,4 qram gəlsəm neçə eləyir? 19,4 qram edər. Cavab doğru variant. Eləyəcək B variantı. 4 qram kalsiyum üzərinə 4 qram kükürt gəlinir. Kalsiyum üstəgələk S. Buradan alınır kalsiyum S. 40 qram kalsiyum ilə 32 qram oksigen reaksiyaya girirsə, 4 qramdan da 3,2 qram kükürt reaksiyaya girməlidir. Amma kükürdü bizə 4 qram verib artıq verib. 4-ün 3,2-si reaksiyaya daxil olur. 0,8 qram kükürt təbii ki artıq qalır. Və sonda 4 qram kalsiyum, 3,2 qram kükürt girirsə, 7,2 qram kalsiyum sulfit alınır və doğru variantımız B variantı edir. Davam edək. 12,8 qram mis ilə kükürt reaksiyaya girdi və buradan koprum S birləşməsi alındı. 64-32 qram kükürt girərsə, 12,8-ə təbii ki reaksiyaya girər 6,4 qram kükürt. Amma kükürdü bizə 8 verib. 8-in 6,4 reaksiyaya daxil olaraq 1,6 qram kükürt artıq qalır. Amma deməli 12,8 qramdan 6,4 qramda reaksiyaya girərək 19,2 qram koprum S-in aldığını görmüş oluruq. Doğru variantımız A variantıdır. Növbəti sualımız 4 qram üzvü maddədir. Lüboy üzvü maddədə deməli karbon və hidrogen iştirak edir. Üzvü maddələr oksigende yandıqda X sayda karbon qazı ayrılır, Y sayda suyun ayrıldığını biz müşahidə edirik. 4 qramdan 8,8 qram CO2 alınırsa 44 X-in alınması üçün nə qədər lazımdır? A qədər belə götürək. A da bərabərdir. Deməli 4-ü vuraq 44-dən. Onda bölək 8,8-ə. Elədi 20x üzvü maddə. 20x üzvü maddəmiz bizim 100%-imizdir və lüboy üzvü maddədə karbon sayı 12x qədərdir. 12x 100%-in nə qədərini təşkil edir? A götürək. Bu da elədi bizə 60%-imizi təşkil elədi C bəndi. Növbəti sualımız budur ki, eyni kütlədə götürülmüşdür dedikdə, maddələr eyni kütləsində hər iki maddəni artıq qalan kimi vermişdi. Bax buradan, bu da Z maddəsidir. Gəlin belə yazaq, 4 alüminium plus 3 OK reaksiyanın usta zaten özü verib bizə. Eyni kütlədə dedikdə hər ikisini eyni kütləyə gətirək. Məsəl üçün hər ikisini neçə qram götürək? 200 qram tutalım ki, hər ikisini 200 qram götürək. Bax belə. Aha. 200 qram götürdük hər ikisini. Amma bunun 108 qram reaksiyaya daxil olur. Bunda 96 qram reaksiyaya daxil olur. Deməli 200-dən çıxırıq 108-i. 200-dən 108-i çıxanda deməli mənim nə qədər artığım qalır? Deməli mən bunu 200 qram götürürəmsə, deməli artıq nə qədər qalır? 92 qram burada artıq qalır. 200-dən də çıxıram. Məsəl üçün mən 96-nı
104 qram da burada artıq qalır. Və sonda C qədər də maddə alınır. Yəni 108 + 96 bərabərdir 204 qram da deməli alüminium oksid artıq qalır. Deməli X maddəsi alüminiumdur. Bəli, alüminium deməli daha az artıq qalır. Y maddəsi oksigen o daha çox artıq qalmağa başlayır. 1-2 doğrudur. C bərabərdir. Yəni 204 bərabərdir. 2m 400 çıxaq. B yəni 104. Ondan çıxaq 92. Baxaq 400-dən çıxsaq 104-ü. Daha sonra çıxsaq 92-ni 204-ə bərabər olar. Bəli, doğru ifadədir bu ifadə. Doğrudur. Deməli, birinci, ikinci və üçüncü versiyalar tamamilə doğru versiyalar sayılır. B qram Y reaksiya daxil olmur. B qram oksigen artıq qalır. A qram X reaksiya daxil olmur. A qram deməli alüminium artıq qalır. C bərabərdə A, B ola bilməz. Yəni 204, 104 ilə 92-nin cəmi ola bilməz. 104-ün üstə 92 gəndə 196 edir, o 204-ü verə bilməz. Ona görə 1, 2, 3 doğru versiyadır. Keçdik digər misalımıza. Yenə M verib, gəl bunların ikisini yenə 200 götürək, hissə çətin olmasın. Deməli, buradan 54 qram alüminiumdur, 96 qram kükürt istifadə olunur. 54-ün üstə 96 gəndə 150 qram da alüminium sulfid alınır. Deməli, 150 qram alüminium sulfid alınır. 200 qram da ikisini götürmüşəm. 200-dən çıxıram, 54-dür, 146. 146 qram alüminium artıq qalır. 200-dən də çıxıram 96-nı, 104 qram da kükürt artıq qalır. Onda 104 qram buraya yazıram, 146 qram artıq qalan da buraya yazıram. Y bizim oldu alüminiumumuz, çox sərf olunan, istifadə olunan isə bizim oldu kükürdümüz. Buna diqqətlə baxın, kükürdümüz. Bu qədər. X maddəsi kükürtdür, doğrudur. Y maddəsi alüminium doğrudur. A qram Y reaksiya daxil olmuyor X. A qram X artıq qalıb, B qram Y artıq qalıb. C bərabərdir. Yəni 150 bərabərdir. 200 çıxaq 146. Deməli 200-dən çıxdıq 146. Bundan da çıxdıq. Deməli M-in içi götürdük. 146 200. Deməli 200-dən bir dəqiqə hardasa qaranlıq səhv eləmədik ki, biz 2-ni 27-yə vursaq 54 düzdür. 200-dən 54 çıxdıq. 146 qram bu artıq qalır. 104 qram da bu artıq qalır. Düzdür. Deməli üstə gələk 104. Aha. Çıxaq 104, 42. Bəli, 200-dən də 42 çıxsaq. Aha, 146 çıxaq 104. Aha. Deməli 104. 200-dən də 104 çıxdığımız anda 96-ya bərabər olur. 2B bu bizə düzgün qiymət vermədi. A, bağışlayın, 2M deyirik uşaqlar. Bu 400-dür. Deyirəm, axı bu niyə düz alınmır? Çıxaq 104. Aha. Deməli 400-dən çıxırıq 146. Ondan da çıxırıq 104. Bəli, 150-yə bərabər olur. Üçüncü versiya doğrudur. Dördüncü səhvdir. Ona görə 1, 2, 5 doğru sayılır. X, Y birləşməsi 3-ün 4-dədir. Yəni ümumi kütlə 7 qramdır. Və eyni kütlədə verilib deyəndə ikisinə 4 qram götürsəm, 1 qram X artıq qalmış olar. 1 qram artıq qalarsa ümumi kütlə 7 qramdır. 5 qram artıq qalarsa ümumi X, Y-in kütləsi 35-ə bərabərdir. Deməli, birinci versiyada nə qədər X, Y alınır? 35 qram alınır. Sonra bizə deyir ki, neçə qram X reaksiya daxil olub. Biz bunları eyni kütlədə götürmüşük. Əslində eyni kütlə deyil də 3-ün 4-dədir. Biz bu ikisinə 4-ün 4-ə götürəndə 1 qram artıq eləyirik. 1 qram artıqdırsa X 3 qram reaksiya daxil olur. 5 qram artıq qalarsa X 15 qram reaksiya daxil olar. Bu da cavabımız isə 15-dir. Növbəti məsələmiz qrafika əsasən kimyəvi reaksiyanın tənliyini tərtib edin. Deməli, reaksiya əsasən A, B ilə reaksiyaya girir, C və D alınır. Deməli, var başlanğıc qatılığımız, kütləmiz var, tarazlıq halında olan kütləmiz var, sərf olunan kütləmiz.
A'nın başlanğıc kütləsi 12'dir. Kütlə bilir ki, sol tərəfin kütləsinin cəmi hər zaman sağa bərabərdir. Sərf olunan kütləsi qalan 6-dır. Sərf olunan kütləsi 6. Deməli 6 bu sərf olunubdur. B 10 qram idi. Elə onun hamısı sərf olunub, heç nə qalmır. C x qram qədər əmələ gəlir. D də 12 qram qədər əmələ gəlir. Deməli 6 plus 10 bərabərdir x plus 12. X də bərabər 4-dür. Deməli, sol tərəfin kütləsinin cəmi həmişə sağa bərabərdir. Gəldik. CO 2 molekula C oksigenlə gedir. 2 CO2 alınır. Eyni kütlədə verilmiş. İkisi də 56 qramdır. Amma ki, mən sizə bir söz deyim ki, eyni kütlədə deyəndə əslində oksigen 32 qramdır. 56 ona görə götürürəm ki, eyni kütlə deyir. Və 56-dan 32 çıxdığında oksigenin 24 qramı artıq qalır. 24 qram oksigen artıq qalır. Amma bu bizə hesablamada 12 qram artıq verib. Artıq qalan dəm qazı ola bilməz. Əgər 24 qram oksigen artıq qalarsa 2 mol CO2 alınır. 12 qram artıq qalarsa 1 mol CO2 alınır. İkinci ifadə doğrudur. Sonra oksigen başlanğıcı 28'dir. 24 qram artıq qalsa başlanğıcda 56 oksigen qəbul eləmişəm. 12 qram artıq qalarsa mən başlanğıcda 28 qram oksigen qəbul eləmişəm. Deməli ikinci və üçüncü versiyam doğrudur C variantı. Növbəti yenə də CO plus oksigen. Mənim buradan nəyim əmələ gəlir? CO2 qazım əmələ gəlir. Bura 1-2, bura 1-2 əlavə edirəm. 12 qram artıq qalarsa eyni kütlədə götürülmüş. 56 biridir, 32 biridir. Bunları bərabər kütləyə gətirmək üçün 24 qram oksigeni artırıram. 24 qram oksigen artıq qalır, amma hesabda 12 qram verib. Nə doğru deyil. Artıq qalan oksigen doğrudur. 24 qram artıq qalarsa 2 mol CO2 alınır. 12 qram artıq qalarsa 1 mol CO2 alınır. Bu isə 0.5 verib deyə doğru deyil. Oksigen başlanğıc qarışığı 28'dir. 24 artıq qalarsa başlanğıcım oksigen 56'dır. 12 artıq qalarsa oksigen başlanğıcı doğrudan da 28'dir. 3 də doğrudur. Səhv yalnız 2 C variantıdır. 3 valentli metal H-xlorla reaksiyaya girdi və bu zaman X xlor 3 və hidrogen alındı. Əmsallaşdırdım gördüyümüz kimi. 10 tam 10'da 8'ə 13 tam %44 veribsə 67 tam 10'da 2 litr qazı ayrılarsa 2x'dir. Uşaqlar sual verəcək ki 67 tam 10'da 2 nəyə əsasən yazırız? 3 mol hidrogen ayrılması 67 tam 10'da 2'dir. Buradan da hesablamada bununla bunu ixtisar eləsək 0.2 düşür və 2x'imiz buradan 54'e bərabər olur. X'imiz də 27'ye bərabər olur. Söhbət getdi burada C variantından. Eyni həcmdə götürülüb deyirsə, 1 mol budur, 3 mol budur. Əslində bu eyni həcmdə deyil. Gərək 2 mol X artıram ki, eyni həcm olsun. Sonda 2 mol X2 artıq qalır. Sonda qalan maddələrdən biri artıq qalanla alınanı müqayisə ilə. Alınan da 2xY3 olur. Və bunların molları bir-birinə təbii ki, bərabər olur. Və doğru variantımız A variantıdır. Yenə də eyni həcmdə götürülüb 2 budur, 1 budur. Eyni həcmə gətirmək üçün 1 mol Y artıq saxlayıram. Biri tam sərf olunur. Deməli sərf olan XY2'dir. Reaksiyadan sonra qabda olan maddələrin mol miqdarını müqayisə ilə 2 mol XY3 alınır. 1 mol Y artıq qalır. Bu Y-dir, bu da XY3'dür də belə deyək. Bu 1 moldur, bu da 2 moldur. Sonda XY3'ün həcmi Y2'dən böyük olur. Doğru variant B variantı. Növbəti sualımız suyun alınmasıdır. 2H2 plus O2. Təbii ki, buradan su alınır. Və 2 litrlə 1 litr oksigen girirsə 40 litrlə də 20 litr oksigen girməlidir. Deməli, bura 40 litr oksigen, 20 litr oksigen sərf olunubdur. 40 litr hidrogendən 20 litr oksigen. Amma 40 litr oksigen artıq qalıbdır. Deməli, başda mənim nə qədər oksigenim var imiş? 60 litr oksigenim var imiş. Deməli, başda 40 litr hidrogenim, 60 litr oksigenim var imiş. Oksigen 20'si reaksiyaya daxil olub, 40'ı artıq qalıbdır. Oksigen mol payını tapın. 60'ı bölərəm ümumi cəmə 100'ə, vuraram 100'ə. Cavab gəldi neçə faiz elədi? 60%. Yəni 100%'ə görə başda 100 mol imişsə qaz qarışıqları. 60 100'ün nə qədərini təşkil edir? 60%'ini. Növbəti məsələmiz qəbul məsələsi, qəşəng məsələdir. N2 plus 3H2. Buradan təbii ki alınır 2NH3 birləşməsi alınır. Deməli,
Azot 40 idi. Hər ikisinin başlanğıcı eynidir. 40 verilir. Deməli bu da 40 qramdır, bu da 40 qramdır. Bunun 26-sı qalır. 14 qramı sərf olunur. Azot əslində 28 qram sərf olunanda 6 qram da hidrogen sərf olunur. 14 qram sərf olunanda hidrogen 3 qram sərf olunur. Deməli 40 qramın 3 qramı sərf olunursa, hidrogen 37 qramı qalır. Deməli n burada nəyə bərabərdir? 37-yə. Yəni hidrogen 3 qramı sərf olunur, 37 qramı qalıb. N 37-dir. 18-ci məsələn. 2H2, yenə guruldayıcı qaz 2H2, 2H2 alınır. 320 ml qaz qarşının hamısı girmir. Qapalı qabda 32 ml hidrogen artıq qalır. 320-nin 32-si artıq qalırsa 288 ml reaksiyaya girir. 288 ml-in içində nə qədər oksigen var bilmirəm. Amma görürəm ki 3 litrin içində də 1 litr oksigen var. Baxın. X də bərabərdir. 288-i 1-ə bölüb vuracağım 3'e, böleceğim 3'e. Deməli qarşıda 96 litr oksigen var. Vəssalam. Yenə də 2 hidrogen oksigenlə reaksiyasına aparırıq. 2 suyu buradan alırıq. 36 qram su varsa, mən oksigenə baxıram. Çünki artıq qalan oksigendə 32 qram oksigen girib. 54'e görə isə 48 qram oksigen girib. Amma oksigenin 36'sı artıq qalıb. Deməli başdan 48 girib 32'si artıq qalsa başta 80 qram oksigen var. 1 mol oksigen 32 qramdırsa 80 qram oksigen də x-dir. 80 qram bölürəm 32'yə. Mənim 80'i səhv böldüyümüz sayın 2,5 mol başta oksigenim var imiş. Sonuncu məsələyə çatdıq. 2H2 bilizoy alınır 2H2O. 36 qramı almaq üçün 4 qram hidrogen lazımdır. 72 qram almaq üçün 8 qram hidrogen lazımdır. 8 qram da hidrogen mənə lazımdırsa, 8 qram hidrogen, 8 qramı da artıq qalıbdır. Deməli, başda mənim 16 qram hidrogenim var imiş. 8'i girib 8 artıq qalıb. 1 mol hidrogen 2 qramdırsa, 16 qram hidrogen neçə moldur? 8 moldur. Bu qədər. Teşekkür ederim. Sağ olun uşaqlar.